Bu yaxınlarda mənə bir nəfər zəng vurdu, dedi ki, bir uşaq var 8 yaşında, bir mahnı oxuyub, istəyirik onu tanıtdıraq. Mən belə şeylərə heç vaxt həmişə dəstək olmağa çalışmışam. Düşünmüşəm ki, o uşağın balaca yaşında onun qəlbini oxşayacağım və ən azından yadında qalacağım və bizim elə Ağdamımızdandır. Həsənli Natiq, 8 yaşı var. Bugün də bizim verilişin qonağıdır. Natiq, gəl girən görüm. Gəl. Ver mənə mikrofonu. Bayaq onu öpmüşəm ona görə. Salam. Salamlayıram. Tarix müəllim, çox sağ olun ki, məni dəvət etdiniz. Natiq, neçə nömrəli məktəbdə və harada oxuyursan? Polad Həşimov adına Ora bax, atam. 28 nömrəli tam orta məktəbdə. Allah bizim generalımıza qəni-qəni rəhmət eləsin. Səmaya ananın əllərindən burada öpürük. Necə oldu ki, müğənni olmaq istədin? Əslində siz tərəfdə yaxşı maşın satırlar, belə yaxşı, özü bahalı maşınlara, nə əcəb? Baxın, papa maşın satar. Hə, gördün, hardan bildim mən? Bax, heç görüşməmişəm oyuna. Yaxşı maşınları var, birini biz də alaq. Ucuz verər mənə? Verər? Verər. Sən xahiş edirsən. Necə oldu ki, oxumaq istədin? Biri verməz deyə dinmir. Bilir də, hə, atasının əli bərkdir, bilir. De, necə oldu ki, oxumaq istədin? Televizordan oxumağı öyrəndim və Kimdən? Rəşad Dağlıdan. Allah Rəşad Dağlının qapısını açsın inşallah. Rəşad əmini salamla buradan. Bütün dəmir qapı arxasında olanlara Allah Taala tez bir zamanda ailələrinə qovuşmağı nəsib eləsin. Sonra, amma Rəşad Dağlı meyxana deyil, axı oxumur. Bu da elə meyxanada gəlsin. Onun meyxanasından öyrənmişəm oxumağı. Onun meyxanasında. Nə oxuyacaqsan bugün bizim üçün? Bahar olsun. Gəlin orada özü studiyada gedib yazdırıb ki, birdən həyəcanlanar. Studiyada yazdırıb, bahar olsun gəlsin bizim balacamızın ifasında. Buyursun.